Bismillahirrahmanirrahim. Beləcə İmam Hüseyn radiyallahu anhu Kufəyə doğru yoluna davam edir. Batnur Rummə adlanan yerə çatdıqda, yəni artıq İraqa yaxınlaşdıqda məktub yazır. Yazır ki, Bismillahirrahmanirrahim, ey Kufə əhli, mən artıq sizin yanınıza yaxınlaşmışam. Qays Əs-Saydaviyyə məktubu verib göndərir. Yolda onu tutub Ubeydullah ibn Ziyadın yanına aparırlar. Ubeydullah ibn Ziyad onu görən kimi deyir, hə, məktub gətirmisən? Əmr eləyir, onu tutub öldürürlər. Əslində elçiləri öldürmək olmaz, amma bu zalım öldürür. Sonra həmin yerdə İmam Hüseynə xəbər çatır ki, əmisi oğlu Muslim ibn Aqili də öldürüblər. Bu xəbəri eşidəndə dəhşətli kədər hissləri keçirir İmam Hüseyn radiyallahu anh. Gedir Əqilin ailəsinin yanına, onlara başsağlığı verir və deyir ki, qayıtmaq istəyirsinizsə qayıdın. Deyirlər ki, vallahi ki, səni tərk etmərik. Səninlə gedib, lazımdırsa elə səninlə də birlikdə öləcəyik. Yəni, necə deyərlər, öldü var, döndü yoxdur. Bu yerdən sonra Muslim ibn Aqilin ikinci məktubu ona gəlib çatır. Hansı ki, İmam Hüseynə deyirdi ki, gəlmə, geri qayıt. Kufə əhli sənə xəyanət edib. Ubeydullah ibn Ziyad da 1000 nəfərdən ibarət qoşun göndərir ki, gedin onların qarşısını kəsin. Kufəyə daxil olmağa qoymayın. Hur ibn Yezidin başçılığı altında 1000 nəfərlik ordu göndərir. Hur gəlib çatır, deyir ki, geri qayıt ey Hüseyn. Qayıtmasan, qorxuram İbn Ziyad səni öldürər. Mən qırmızı rəngə boyanmış qılınclar gördüm. İmam Hüseyn görür ki, artıq sondur. 1000 nəfərlik ordu gəlib. Bunların sayı da 72 nəfərdir. Deyir, imkan verin, Kufə əhli ilə görüşmək istəyirəm. Hur deyir ki, bunu edə bilmərəm. Deyir, yaxşı, sən mənim sözlərimi yaz, göndər Kufə əhlinə heç olmasa. Hur deyir ki, mən heç nə yaza bilmərəm. Ən yaxşısı, sən Yezidə məktub yaz, mən də İbn Ziyada. Yazır İmam Hüseyn 3 məsələni qeyd edir. Deyir, ya imkan verin, geri qaydaq. Ya imkan verin, Kufəyə daxil olaq. Bizə beyət etmək istəyən qoy beyət etsin. Ya da qoy şura əhli xəlifəni seçsin. Göndərirlər məktubları, lakin İbn Ziyada məktub daha tez çatır. Çünki o daha yaxında idi. Paytaxt Dəməşq isə uzaqda idi. İbn Ziyad məktubu oxuyur. Əmr edir ki, imkan verməyin geri qayıtsınlar. Onları mühasirəyə alın. Ya gəlib mənim hökmümə tabi olsunlar, ya da ki, onları öldürün. Məktub Hura çatır, bilir ki, vəziyyət pisdir. Deyir ki, ya Hüseyn, tabi ol. Mənə əmr gəlib ki, tabi olmasan səni öldürək. İmam Hüseyn isə yoluna davam edir və Kərbəla adlanan yerə gəlib çatır. Soruşur ki, haradır bura? Deyirlər ki, buranın adı Kərbəladır. Deyir ki, kərbun və bələ. Yəni, kərb və bəla. Kərb ərəb dilində kədər, hüzün mənasını verir. Bəla da ki, mənası məlumdur. Bəla. İmam Hüseyn radiyallahu anhu 3 gün həmin yerdə qalır. İbn Ziyad bununla da kifayətlənməyib, onların üstünə 4000'lik daha bir ordu göndərir. Demək sayları olur 5000 nəfər. Qayıtmağa imkan vermirlər. Deyirlər ki, ya beyət edirsən, ya da ki, öldürüləcəksən. İbn Ziyadın əmri belədir. Sonra Ubeydullah ibn Ziyad Şəmr ibn Zilcəvşən adlı xəbis və fasik bir zatı Kərbəlaya göndərir. Gəlir ordunun yanına, deyirlər ki, bunlar beyət etmək istəmir. Şəmr təklif edir ki, gəlin onların suyunu kəsək. Qoy susuz qalıb məcbur olsunlar.
Beləcə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevimli nəvəsi İmam Hüseyn radiyallahu anhu və əhl-i beyt susuz qalırlar. Husayn Əl-Əzdi adlı bir nəfər olur, su gətirən. Gəlib görür ki, İmam Hüseyn radiyallahu anhun susuzluqdan artıq dodaqları quruyub. Gətirir ona suyu göstərir və deyir ki, qarşımda ölənədək su verməyəcəm sənə. İmam Hüseyn radiyallahu anhu da ona bəddua eləyir. Deyir, Allahım, onu susuzluqdan öldür. Elə də olur. Uca Allah İmam Hüseyn radiyallahu anhun duasını qəbul edir və həmin adam bir müddət sonra susamış vəziyyətdə ölür. Ümumiyyətlə, İmam Hüseyn radiyallahu anhunun qətlinə bais olmuş, ona əziyyət vermiş kəslərin hamısı pis vəziyyətdə ölüblər. İmam Hüseyn radiyallahu anhu Muharram ayının 9-u gecə namaz qılır. Yenə gəlir əhl-i beytin yanına, həmçinin aqilin ailə üzvlərin yanına, deyir ki, siz çıxın gedin, onlara mən lazımam, siz mənə görə əziyyət çəkməyin. Deyirlər ki, vallahi ki, səni tərk etməyəcəyik. Öləcəyik isə, səninlə birlikdə öləcəyik. İmam Hüseynin bacısı Zeynəb radiyallahu anhə gecə gəlir qardaşının çadırına, görür ki, İmam Hüseyin namaz qılır, dua edir, halı pisləşir, ağlayır və huşunu itirir. Səhər açıldıqda, yəni Muharram ayının 10-unda, buna da ərəb dilində Aşura deyilir, Aşura günü İmam Hüseyin 32 atlı və 40 piyadadan ibarət cəmatına, əhl-i beyt üzvlərinə səhər namaz qıldırır. Libasını geyinir, ətir vurur, Quranı əlinə alıb atına minir və dua edir. Çalışın bu duanı əzbərləyin. İmam Hüseyn radiyallahu anhunun duasıdır. Çətinlik yanında bu duanı eləyin. Deyir ki, İmam Hüseyin, Allahümmə, əntə siqati fi kulli kərb və əntə rəcai fi kulli şiddə və əntə fīmə yənzilu bi siqa və əntə vəliyyu kulli ni'mə və sahibu kulli həsənə. Allahım, hər bir kədər anında etimad etdiyim sənsən. Hər bir çətinlik anında yalvardığım sənsən. Başıma gələn müsibətlərdə güvəndiyim sənsən. Hər bir neyməti bəxş edən sənsən. Hər bir savabı qazandıran sənsən. Duanı edir və 72 nəfərlə 5000 nəfərlik ordunun qarşısına çıxır. Ordunu nizamlayır. Siz sağ tərəf, siz sol tərəfdə durun. Siz qabaqda, siz arxada. Sonra odun gətizdirir. Deyir, qadınlar və uşaqlar arxada dursun və onların arxasında od qalayın. Od qalayırlar. Bu vaxt Şəmr ibn Zəlcəvşən yanan odu görüb deyir ki, ey Hüseyin, axirətdən öncə dünyada od qalayırsan? İmam Hüseyin radiyallahu anhu da cavabında deyir ki, sən oda daha layiqsən. Sonra üzünü 5000'lik orduya tərəf çevirib deyir ki, ey insanlar, özünüzə gəlin. Vallahi ki, mənim kimi birisi ilə vuruşmaq sizə yaraşmaz. Mən Rasulullahın qızının oğluyam. Bugün yer üzərində məndən başqa Peyğəmbər nəvəsi yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm mənim barəmdə buyurub ki, sən cənnət cavanlarının rəhbərlərindənsən. Bu sözləri eşidəndə Hur ibn Yezid deyir ki, mən Rasulullahın nəvəsinə qarşı vuruşmaqdan Allaha sığınıram. İmam Hüseyin radiyallahu anhu da ona deyir ki, əntə hurrun fid dünya və fil əxirə. Sən bu dünyada da azadsan, ahirətdə də azad olacaqsan. Təxminən 30 nəfər, bəzi rəvayətlərə görə də 40 nəfər ordudan ayrılır və İmam Hüseyin radiyallahu anhuya qarşı vuruşmaqdan imtina edirlər. Onlardan soruşur İmam Hüseyin ki, niyə geri dönürsünüz? Sizi buna vadar edən nədir? Biri deyir ki, biz səhər sənin arxanda namaz qıldıq. Namazda təşəhhüddə dedik ki, Allahümmə salli alə Muhammedin və alə əli Muhammed. Allahım, Muhammedə və onun ailəsinə salavat çatdır. Sonra öz-özümə düşündüm ki, necə ola bilər ki, namazda Peyğəmbərin ailəsini salamlayım,
namazdan sonra ona qarşı vuruşun. Buna görə də sizə qarşı vuruşmaqdan imtina edirəm. Digər 30 və ya 40 nəfər də beləliklə İmam Hüseyn radiyallahu anhunun ordusuna qoşulur. Onların da başında Hurr ibn Yezid ət-Təmimi olur. İmam Hüseyn yenə qarşı tərəfin ordusuna baxır və heyrətə gəlir. Görür ki, Kufə əhli onların arasındadır. Hansı ki, məktub yazırdılar, deyirdilər ki, ya Hüseyn, gəl, biz sənə beyət edirik, sənin arxanda olacağıq. İndi ona qarşı dayanıblar. Çağırır onları, deyir, ey Şəmsər Rib'i, ey Həccar ibn Əbcur, ey Qeys ibn Əşəs, ey Yezid ibn Haris, axı siz mənə məktub yazmışdınız ki, bizim xəlifəmiz sənsən, sənə beyət edirik. İnkar edirlər, deyirlər, xeyr, yalan danışırsan, biz sənə beyət eləməmişik. İmam Hüseyn radiyallahu anhu da buyurur ki, siz mənə beyət etmişdiniz, lakin indi bunu danırsınız və mənə xəyanət edirsiniz. Çox ağır bir mənzərədir, elə deyilmi? İnsan öz yaxınından, inandığı adamdan zərbə aldıqda ona olduqca çox pis təsir edir. Yəni deyir ki, ey insanlar, mən Peyğəmbərin qızının oğluyam, atam Əlidir, əmim Cəfərdir, Həmzə atamın əmsi oğludur, mənə qarşı niyə vuruşursunuz? Bunu deyəndə ona hücum edirlər. Hurr ibn Yezid bu vaxt İmam Hüseyn radiyallahu anhunun önünə keçib onu müdafiə edir. Qarşı tərəfdən 2 nəfəri öldürdükdən sonra şəhid olur. İmam Əli ibn Hüseyn radiyallahu anhuya nizə atılır və yaralanıb yerə yıxılır. Aparırlar çadıra. İmam Hüseyn radiyallahu anhuya çox pis təsir edir bu. Gözünün qabağında oğlunu yaralayırlar. Gəlib onun üzünü silir. Sonra ox və nizələr atırlar və gəlib körpələrdən birinə dəyir və uşaq ölür. Əbu Bakr ibn Əli və başqaları Əli ibn Hüseyni əhatəyə alıb onu müdafiə edirlər. Onlar da təslim olmur, mübarizəyə davam edirlər. Səhər başlayan döyüş günortaya qədər davam edir. Əhl-i Beytdən olan mübarək insanlar bir-bir şəhid olurlar. İmam Həsənin oğlu Qasim ibn Həsəni 50 nəfər əhatəyə alır və o vuruşaraq qəhrəmancasına şəhid olur. Sonra Zur'a ibn Şureyk ət-Təmimi adlı birisi gəlib İmam Hüseyn radiyallahu anhunu sol çiynindən vurur. Sonra bir də vurur və İmam Hüseyn yerə yıxılır. Qalxır ayağa, yenə düşür. Sonra Sinan İbni Ənəs Ən-Nəxai adlı birisi nizə ilə İmam Hüseyn radiyallahu anhunu vurur və imam yerə sərilir. Sonra da xəncərini çıxardıb onun sinəsinə sancır və İmam Hüseyn radiyallahu anhu şəhidlik zirvəsinə ucalır. Bununla da kifayətlənmir bu xəbis Sinan. Yaxınlaşıb imamın başını kəsir. İnna lillah və inna ileyhi raciun. Onun cəsədində 33 döyüş yarası tapırlar. Beləcə bu amansız qətliamda 17 nəfər Əhl-i Beyt üzvü şəhid olur. İmam Hüseynin 5 qardaşı şəhid olur. Muhammed ibn Ali, Əbu Bəkr ibn Ali, Cəfər ibn Ali, Abbas ibn Ali və Osman ibn Ali. Yalnız İmam Əli Əl-Əsğar kimi tanınan Səccad ləqəbli Əli ibn Hüseyn Zeynul Abidin radiyallahu anhu və Hüseyn ibn Həsən radiyallahu anhu xəstə olduqları üçün döyüşdə iştirak edə bilmirlər və sağ qalırlar. İmam Həsənin 3 oğlu şəhid olur Kərbəlada. Qasim ibn Həsən, Abdullah ibn Həsən və Əbu Bəkr ibn Həsən. İmam Hüseynin övladlarından isə Abdullah ibn Hüseyn və Əli Əl-Əkbər ibn Hüseyn şəhid olurlar. İmam Hüseynin əmisi Aqilin övladlarından Abdullah, Abdurrahman, Cəfər ibn Aqil və Abdullah ibn Muslim ibn Aqil şəhid olurlar. Həmçinin
İmam Hüseynin digər əmisi Cəfərin övladlarından Muhammed ibn Abdullah ibn Cəfər və Aun ibn Abdullah ibn Cəfər radiyallahu anhum da bu döyüşdə şəhid olurlar. İmam Hüseyin radiyallahu anhu hicrətin 61-ci ili Muharram ayının 10-u cümə günü 56 yaşında şəhid olur. Onun qətli Allaha və onun rəsuluna qarşı böyük bir üsyan və dəhşətli bir günah idi. Kim İmam Hüseyin radiyallahu anhunu öldürübsə, onun ölümünə bais olubsa, onun ölümünə sevinibsə, həmin adam Allaha və onun rəsuluna qarşı asidir. İmam Hüseynin başını Ubeydullah ibn Ziyada göndərirlər. Onun harada dəfn olunduğu barədə müxtəlif rəylər var. Bəzi rəvayətlərə görə isə İmam Hüseynin cəsədini Mədinəyə aparırlar və Baqi məzarlığında dəfn edirlər. Böyük İslam alimi Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, İslamın ilk illərində müsəlmanlar böyük əziyyətlərə və müsibətlərə məruz qalmışdılar. Həmin vaxt İmam Həsənlə İmam Hüseyin radiyallahu anhuma hələ anadan olmamış və həmin əziyyətləri çəkməmişdilər. Sanki uca Allah onların başına gələcək böyük imtihanı və müsibəti ömürlərinin sonuna saxlamışdı ki, dilədikləri cənnəti qazansınlar. Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməli salihlərlə birlikdə olsunlar. Bəzi alimlər deyir ki, Allaha and olsun ki, İmam Hüseynin ölümünə bais olmuş kəslərin hamısı ən pis vəziyyətdə ölüb gediblər. Rəvayət olunur ki, Ubeydullah bin Ziyadın anası öz oğluna bəddua edir. Deyir ki, mənim bu oğlum Rəsulullahın nəvəsinin qətlinə görə cəhənnəm odunda yanacaq. İmam Hüseynə istehza edən birinin gözlərinin kör olduğu, sonradan ağlını itirdiyi rəvayət olunur. Başqa birini ilan vurub öldürür. Şəmr ibn Zilcəvşəni öldürürlər və cəsədini də itlər yeyir. Ubeydullah bin Ziyadın özü İmam Hüseyin şəhid olandan bir il sonra qətlə yetirilir və başı kəsilir. Ölümündən öncə rəvayətlərə görə pis xəstəliyə tutulur, üst başını batırır, ağlını itirir. Husayn Əl-Əzdi, hansı ki su verməmişdi İmam Hüseyin radiyallahu anhuya, o da ona bəddua eləmişdi ki, Allahım onu susamış vəziyyətdə öldür, elə də olur, susamış halda ölür. Ümumiyyətlə, İmam Hüseyin radiyallahu anhunun qətlində bilavasitə əli olanlar əsasən 3 nəfər idi. Ubeydullah ibn Ziyad, Şəmr ibn Zilcəvşən və Sinan ibn Ənəs. Biri əmr etmişdi, ikincisi öldürmüşdü, üçüncüsü də başını kəsmişdi. Özü də bunların üçü də Sıffində möminlərin əmiri İmam Əli radiyallahu anhunun ordusunda olan kəslər idi. Onun tərəfdarlarından olublar. Sonra da belə bir xəyanət ediblər. Bu arada bir məsələni də qeyd etmək istəyirəm ki, İmam Hüseynə ilk dəstək verənlər Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri olub. Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Əbu Səid Əl-Xudri, Cabir ibn Abdullah, Abdullah ibn Zübeyr, Muhammed ibn Əli ibn Əbu Talib və başqalarının İmam Hüseynlə görüşməsi, onunla söhbət aparması, onu getməməyə çağırması buna dəlalət edir. İslam düşmənləri bu acı və kədərli hadisədən istifadə edərək müsəlmanlar arasında ixtilaf və çəkişmələr yaratmağa çalışıblar. Əslində isə bölünmək, parçalanmaq olmaz dinimizə görə. Hamımız bir olmalıyıq. Hamımız Quran və sünnə ətrafında birləşməliyik. Hamımız Peyğəmbəri, onun səhabələrini və əhl-i beytini sevməliyik. Hamımız əhl-i beytə və səhabələrə zülm edənlərə nifrət etməliyik. Onların barəsində həddi aşmamalıyıq. Sonda Şeyxülislam İbn Teymiyyənin bu sözlərini də xatırlatmaq istəyirəm. Kim istəyir, yoxlayıb baxa bilər. Məcmu Əl-Fətava əsəri 4-cü cild 487-ci səhifə. Deyir ki, rahiməhullah, kim Hüseyni öldürübsə, onun qətlinə yardım edibsə, yaxud bundan razı qalıbsa, Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun.
Uca Allahdan dilirik ki, bizləri hər zaman Peyğəmbər sallallahu aleyhi və səlləmi, onun səhabələrini və əhl-i beytini sevən, onların yolunu tutub gedən qullarından etsin. Bizləri onlarla birlikdə həşr etsin və bizlərə Firdavs cənnətlərində onlarla görüşməyi nəsib etsin. Amin. Vəlhamdülillahi Rabbil aləmin.